Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə sürət məsələlərinin bir hissəsi olan əks istiqamətli hərəkət haqqında məlumat verəcəm. Buna aid suallar işləyəcəyik. Təbii ki, videolarımızın davamı üçün videomuzu bəyənin, paylaşın və kanalımıza abunə deyilsə mütləq abunə olub bildirişləri açın ki, bu dərslərdən vaxtında yararlana bilərsiniz. Başladıq. Birinci sualımız görək nə ilə bağlıdır. Aralığındakı məsafə 40 km olan iki məntəqədən eyni zamanda əks istiqamətdə iki atlı yola düşdü. 5 saat sonra onlar arasındakı məsafə 290 km oldu. Gəlin istəyirsiniz bunun həm də şəklini çəkək. Aralarında məsafə var 40 km. Deməli əvvəldən bu iki maşın arasında, iki məntəqə arasında 40 km məsafəmiz var. Və eyni zamanda əks istiqamətə gedirlər. Yəni biri sağa doğru gedir, biri də sola doğru. Əks istiqamətə hərəkətə başlayırlar. Aha. 5 saatdan sonra onlar arasındakı məsafə 290 olur. Deməli bunlar bir-birindən uzaqlaşırlar və bunlar arasındakı məsafə 290 km olur. Neçə saatdan sonra? 5 saatdan sonra. Yəni 5 saata bunların qət etdiyi yol 290 imiş. Amma əvvəldən 40 da var. Bu da bizim yadımızda qalsın. İndi ora qaydacıyıq. Atlılardan birinin sürəti o birindən 6 km/saat çoxdur. Yəni birinin sürətinə bir x hərfi desək, bilmirik də məchuldur, x deyirik. Digərinin sürəti x üstəgəl 6-dır. Yəni biri o birisindən 6 km/saat nədir? Çoxdur. Yazdıq mı bunu? Yazdıq. Aha, indi bizə deyir ki, sürəti çox olan atlının sürətini tapın. Baxın, qarşı-qarşıya hərəkətdə və əks istiqamətli hərəkətdə yadınızda saxlayın. Sürətlər hər zaman toplanılır. Çünki bunlar bir-birinə ya sürətli formada yaxınlaşırlar, ya da bir-birindən sürətli formada uzaqlaşırlar. Ona görə bu həmişə cəmlənilir. Qarşı-qarşıya və əks istiqamətli hərəkətdə. Burada da əks istiqamətli hərəkət olduğuna görə mən bunları topladım. Zamana vuracağıq. Çünki sürəti zamana vurmaq lazımdır ki, gedilən yolumuzu tapa bilək. Neçə saat verib zaman? 5 saat verib. Vuracam bunu 5-ə. Bərabərdir. Normalda 290 km yazmalıydım. Amma mən başa düşürəm ki, 290 kilometrin 40 kilometrini bunlar getməyiblər. Çünki əvvəldən 40 kilometr onsuz da var idi. Bunlar gedəndən sonra oldu cəmi 290. Yəni 290-dan həmin o 40-ı çıxacam ki, mən bunların özlərinin sürətləri ilə, yəni özləri hərəkət edərək nə qədər yol getdikləri cəmini tapa bilim. 290-dan 40-ı əvvəldən var idi deyə, deməli bunlar 250 kilometri qət ediblər. İndi bu sualı həll edərkən mötərizəni vurub aça bilərsiniz. Digər hesablama üsullarından istifadə edə bilərsiniz. Gəlin biraz sadələşdirək. X-dan x-i topladım 2x, üstəgəl 6, vurulsun 5, bərabərdir. 290-dan 40-ı çıxıram, çünki 40 əvvəldən gedilməyib. O, əvvəldən orada var idi, yəni ona heç kəs gedməyib. Yəni, gedilməyibsə biz onu hesablamadıq. Yazarıq 250. 290-dan 40-ı çıxdım. Mötərizəni vurub açmaq da olar. 250-ni 5-ə bölmək olur. Ürəyin nə istəyir? Ondan istifadə edə bilərsin. Mənim ürəyim bugün səhər yuxudan oyandım. Dedim ki, mən mötərizəni vurub açmayacağam. 250-ni 5-ə böləcəm. Bugün belə istəyirəm. 250-ni 5-ə bölürəm. Alınır nə? 2x üstəgəl 6 bərabərdir. 250-ni 5-ə böləndə 50. Oldu mu? Oldu. Buradan da 2x bərabərdir. 2x bərabərdir. 50-dən 6-nı çıxacam. 50-dən 6 çıxanda 44, əla və x də bərabərdir. 44-ü 2-yə böldüm, 22. Yəni x-in sürəti, x-in qiyməti 22-dir. Müəllim, cavab C variantıdırmı? Gəl düşünək biraz. Bizdən nə istəyirdi? Sürəti çox olanı. Yəni sürəti az olana x demişdim. Sürəti çox olana x üstəgəl 6 demişdim. İndi məntiqlə nə olacaq? Az olan 22-dirsə, deməli çox olan bundan 6 vahid çoxdur. Yəni 22-nin üzərinə 6 gələcəm, 28-ə bərabərdir. Doğru cavabımız olur A variantı 28 km/saata bərabər. Çox sadə, çox rahat bir sualımız oldu. Keçək ikinci sualımıza və bu arada əlaqə nömrəmizi xatırladaq. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də bizim ödənişli dərs qruplarımıza qoşula bilərsiniz. Həmçinin MİQ, sertifikasiya, monitoring və digər belə deyək, sahələrlə də ətraflı məlumat əldə edə bilərsiniz. Və indiyə qədər olmuş bütün qəbul sual tiplərindən ibarət olan test toplumuzu əldə etmək istəyirsinizsə, bu test toplusunu olduğunuz bütün ərazilərdə, mağazalardan əldə edə bilərsiniz və yəni MİQ və sertifikasiya çərçivəsində tam əhatə edən bütün mövzulardan və bütün qəbul suallarından ibarət olan bir
kitabımız artıq sizlər üçündür. Yəni son çərçivəyə uyğun olan kitabı sizə təqdim etmişik. Getdik. Gəlin ikinci sualımızı bir balaca kiçildək. Bilirəm ki, mən ikinci sualı yazana qədər siz videonu saxlamısınız. Bax, görürəm səni. Və rəy bölməsinə ikinci sualın cavabını yazmısınız. İndi isə yoxlayırsınız görək ikinci sualı düz yazmışıq, yoxsa səhv yazmışıq. Baxa görə ekranımız görünürmü? Bəli, ekranı görürsünüz. Əla. Getdik. Deməli, deyir ki, bizə aralarındakı məsafə 28 kilometr olan iki stansiyadan əks istiqamətdə iki avtomobil yola düşdü. Birinci avtomobil ikinci avtomobildən 2 saat əvvəl yola düşmüşdü. Baxın, aralarında əvvəldən məsafə var. Bu iki nöqtə arasında məsafə var. Bu məsafə 28 kilometrdir və əks istiqamətə yola düşürlər. Biri sola, biri sağa. Birinci avtomobil, bura olsun birinci avtomobil, bu da olsun ikinci avtomobil. Hərəsinə bir ad qoymuş olduq. Birinci avtomobilin ikinci avtomobildən 2 saat əvvəl yola düşdüyü məlumdur. 2 saat əvvəl nə deməkdir? Yəni, daha tez yola çıxıb da, onun zamanı daha çox gedib. Məsələn, bəziləri uzaqda qalır deyə daha tez yola çıxır. 2 saat hamıdan qabaq çıxıb ki, gəlir vaxtında çata bilsin. Deməli, birinci avtomobilin zamanı 2 saat artıq olacaq. Yəni, ikincidə neçədirsə, üzərinə 2 gələcəm, birincini alacam. İndi bizə deyir, ikinci avtomobil 3 saat yolda olub, 3 saatdan sonra yazır. Deməli, ikinci avtomobilin zamanı, gəlin buna bir T hərfi deyək, 3 saatdır. O zaman birinci avtomobilin 3 üstəgəl 2, 5 saat yolda olub. Yəni, birinci avtomobilin zamanı 5 saatdır, o birisinin zamanı 3 saatdır. Və bunlar arasında yaranan məsafədə, 3 saatdan sonra bu gedəndə, bunlar arasındakı məsafə 408 kilometr olub. Əla. 408 kilometrin nə qədəsin birinci gedib, nə qədəsin ikinci gedib, nə qədəsi də əvvəldən var idi. Bax, bunları təyin etməliyik. Bizə deyir ki, birincinin sürəti 55-dir. Bunun V-si, yəni sürəti 55-dir. Nə edəcəm? 408-dən 28 çıxılacaq. Çünki bu onsuz da gedilməyib. Bu bizə maraqsızdır. Bunu çıxacam. 55-i 5-ə vuracam. Birincinin getdiyi yol tapacam. Sonra da 408-dən həmin o ədədləri çıxıb, ikincinin getdiyi yolu tapmış olacaq. Gəlin, kalkulatorumuzdan istifadə edək, vaxtımız çox getməsin. 408-dən çıxıram 28-i. 380, gedişatı yazaq bura. 408, çıx 28. Bərabər. 380 kilometr yol qaldı. Bunun da 55 vur 5'ini birinci avtomobil gedib. 55'i 5'e vuranda 275 kilometrini birinci avtomobil gedib. Yəni 380-dən çıxıram 275 kilometri bərabərdir. 380-dən 275-i çıxanda 105 qalır. İndi qalan 105'i kim gedib? Mən şəxsən getməmişəm. Sizi bilmirəm. Görək burada kim gedib? İkinci avtomobil gedibmiş. Çünki iki avtomobilimiz var. Birinci bu qədər gedibsə, 28 əvvəldən var idisə, deməli yerdə qalan 105 kilometrdə ikinci avtomobilimiz gedib. O zaman mən də 105'i ikinci avtomobili bölürəm nəyə? 3 saata, yəni həmin o zamana. 105'i böldüm 3'ə bərabərdir 35. Doğru cavabımız olur D variantı 35'ə bərabər. 35 yazanlar doğru cavabımızı qeyd ediblər. Əla. İkini də bildiyi ay müəllim. Gəlin 3-cü sualımıza baxaq. 3-cü sualımız əvvəlki ilin qəbul suallarındandır. Təbii ki, bu sualı həm tənasüb yolla yazmağı öyrənirik biz adətən, həm də kəsirli yolumuz var. Əvvəlcə tənasüb yolunu da deyəcəyik. Çünki bəziləriniz bilirəm ki, hələ kəsir məsələlərində çətinlik çəkirsiniz. İstər onluq kəsirdə, istər qarşılıq kəsirdə. Ona görə mən iki yolun ikisini də bildirəcəm. Birinci yolumuz birbaşa bildirək. Aralarındakı məsafə 44'dür. İki məntəqədən sürəti 50 və 46 olan iki avtomobil hərəkətə başladı. Müəllim, kəsirə başımı yormadan necə həll edeyim? Birinci onu başa salıram. Əvvəldən deyim ki, mən də kəsirli yolu bilirəm. Kəsirli yolu da deyəcəm. Sadəcə və sadəcə səbirli olmaq lazımdır. Və bu videonun altına səbirli olun sözünü yazın görüm. Səbirli olun sözünü düz yaza bilirsinizmi? Səbirli ol sözündə neçə i var? Necə yazılır? Bunu bir yazın rəylərdə görüşək hər birinizdən. Getdik. 50 və 46. Əks istiqamət olduğuna görə nə edəcəm? Toplayacağım. Çünki əks istiqamətli hərəkətdə sürətlər toplanmalı idi. Gəlin toplayaq sürətlərimizi. 50 üstəgəl 46'ını toplayıram. Eləyir 96. Yazdım 96 kilometr
böl saat. Yəni bu maşınların İkisi birlikdə əks istiqamətə getdiyinə görə bunların sürəti 96 km böl saatdır. Deməli lazımdır ki, 4 saat 15 dəqiqəyə nə qədər yol gedərlər? Baxın, dəyərli müdavimlər. 1 saata əgər 96 km gedirlərsə, bəs görəsən 4 saat 15 dəqiqəyə nə qədər yol gedərlər? Bir bunu araşdıracağım. Bilirsiniz ki, 1 saatımız 60 dəqiqədir. Eyni vahidə çevirək və yazırıq bura. 1 saatımızın yerinə yazdım 60 dəqiqə, vahidləri eyniləşdirdim. 4 saat 15 dəqiqə nədir bəs? 4-ü 60-a vuracam 240, üzərinə 15 gələcəm 255. Yazdım, çarpaz vurdum bir-birinə. 60 vur x bərabərdir 255 vurulsun 96. X də bərabərdir 255 vur 96 bölünsün 60. Bərabərdir. Hesablayaq. 255'i vurdum 96'ya, alınan cavab böldüm 60'a. Elə də 408 ay müəllim. Bax, əvvəldən məsafə var idi aralarında 44. Əlavə olaraq da bunlar, bu ikisinin getdiyi yolda əlavə olaraq 408'dir. Deməli 408'i bunlar gedib, 44 də əvvəldən var idi. Yəni cəmi bunlar arasında məsafə nə qədər oldu? 2 yazdım bir yadda, 452 kilometr olmuş oldu. Həmin o S-A eləyən müdavimlər ki var düsturuna. S-44 bərabər 408 yazmalıydınız. Yəni sürəti zamana vurduğunuz isə bu 44 də sola keçəndə işarəsi dəyişir, toplama olur və 408'in üzərinə 44'ü gəlirik. Sualımızın cavabını almış oluruq. Müəllim, mən başqa yolla getdim, kəsrlə elədim. Lap əla, kəsrlə bilirsənsə lap yaxşı. Burada 15 dəqiqəmiz var. 15'i 60'a istəyirsən kalkulyatorla böl, 0,25 edir. İstəyirsən özün böl, 4'də 1, onu da 0,25'e çevir. Neynəsən də onluq kəsir kimi yazanda 4 saat 15 dəqiqə nə olur? 4,25 olur. 4,25 saat var. 4,25 saat edir. 15 dəqiqəni 60'a böldüm, kalkulyatorla göstərək. 15 böl 60, 0,25 edir. 4 də var deyə 4,25 edir. Sürətləri topladım, 50 ilə 46'nı topladım, vurdum zamana bərabərdir, S-A, yəni hazır düsturumuz. Buranı hesablasaz, gəlin yoxlayaq, 96'nı vuranda 4,25'e 408 edir. 408 bərabər S-44, S də bərabər 44'ün üzərinə 408 gəlirəm, S də bərabərdir 452 etmiş olur. Yəni doğru cavabımız olur A variantı 452'yə bərabər. Belə əjdahalarımız bugün sizə əks istiqamətli hərəkətdən 3 sual izah elədik. Həmin sual tiplərini test toplumumuzda tapa bilərsiniz. Bir daha xatırladıram, MİQ və sertifikasiya iptihai çərçivəsini tam əhatə edən bütün mövzular və hər mövzuya aid nümunə testlər, əvvəlki ilin qəbul sual tiplərinə uyğun nümunə testlər, hər birini bu kitabda sizlər üçün cəmləmişik. Kitabı sizin yaxınızda olan bütün mağazalardan əldə edə bilərsiniz. Qiyməti hazırda 12 az indir və dərslərimizə qoşulduqdan sonra ödəniş dərslərdə bu kitabın hər birinin nöqtə-nöqtə izahları da sizə göndərilmiş olacaq. Növbəti videonun hansı mövzudan olmağını istəyirsinizsə, mütləq rəy bölməsinə qeyd edin və mütləq şəkildə öz rəylərinizdə hansı çətinlikləriniz varsa, mövzu olaraq hansı mövzulardan daha çox izahlar görmək istəyirsə, bunları da qeyd etməyi unutmayın. Həmçinin monitorinqlə bağlı əgər məlumat istəyənlər rəy bölməsinə monitorinq yazsınlar və onlara da əlavə məlumatlar verilmiş olacaq. Ödənişli şəkildə həm MİQ sertifikasiya sınaqlarımız var, həmçində 4-cü sinif şagirdləri üçün monitorinq sınaqlarımız var. Həmin sınaqlarda pulsuz şəkildə iştirak edə bilərsiniz. Sağ olun, növbəti video dərslərdə görüşərik. Hələlik.